Deməli, bugünkü mövzumuz metakognitiv bacarıqlardır. Düz qoyaq. Metakognitiv bacarıqların formalaşdırılması mövzusudur. Metakognitiv bacarıqların formalaşdırılması. Deməli, metakognitiv bacarıq deyəndə bu insanın özünün idrak prosesindən agah olması və özünün dərk etməsidir. Özü haqqında məlumat sahibi olmasıdır. Özü haqqında bilməsidir. Deməli, metakognitiv bacarıq deyəndə nə olur? İnsanın özünün idrak prosesindən agah olması deməkdir. İnsanın özünün idrak proseslərindən agah olması deməkdir. Agah olması deməkdir. İnsanın özünün dərk etməsi deməkdir. Deməli, özünün dərk etməsi deməkdir. Metakognitiv metakognitiv bacarıq deyəndə insanın özünün idrak proseslərindən agah olması deməkdir. Özünün dərk olunması deməkdir. Yəni, özü haqqında məlumata sahib olması deməkdir. Özü haqqında biliyə sahib olması deməkdir. Deməli, özündən xəbərdar olması, belə deyək, lor dildirsə, özündən xəbərdar olması deməkdir. Deməli, metakognitiv bacarıqlar özləri 3 bacarıqdan ibarətdir. Həmin bacarıqları qeyd edeyim, hansılardır? Metakognitiv bacarıqlar. Birincisi özünü monitorinqdir. Deməli, metakognitiv bacarıqlar. Birincisi özünü monitorinqdir. Özünü monitorinqdir. Özünü monitorinqdir. Birincisi, onu yazmamışım. İkincisi, özünü tənzimləmədir. Üçüncüsü isə, özünü qiymətləndirmədir. Deməli, metakognitiv bacarıqlar hansılar oldu? Metakognitiv bacarıqlar özünü monitorinq, özünü tənzimləmə, özünü qiymətləndirmə bacarıqlardan ibarət olub. Bu bacarıqlar bir-biri ilə əlaqəli, lakin tamamilə bir-birindən fərqli anlayışlardır. Deməli, bu bacarıqlar bir-biri ilə bağlıdır və özləri də fərqli anlayışlar hesab olunur. Biz bu bacarıqların hər birinə təkbətək baxacağıq. Birinci baxaq, özünü monitorinq. Bu metakognitiv bacarığa baxaq. Birinci özünü monitorinq bacarığı haqqında izah verək. Buranı silək. Özünü monitorinq nədir? Özünü monitorinq tapşırıq zamanı insanın hərəkətlərinin, davranışlarının, idrak proseslərinin müşahidə etmək, izləməkdən ibarətdir. Yəni, bir növ insan özünü müşahidə edir, özünü monitorinqdə. Bir də nə edir? Özünü izləməkdən ibarətdir. Yəni, özünü monitorinq müşahidə etməkdən, izləməkdən ibarətdir. Özünü monitorinq, nə zaman tapşırıqlar zamanı, özünün davranışları zamanı, idrak prosesləri zamanı, belə deyək, özünü müşahidə etmək,
izləməkdən ibarət olan bir prosesdir özünü monitoring. Deməli, burada şagird özünü nəzarətdə saxlamağa cəhd etmir. Özünü nəzarətdə saxlamağa cəhd etmir. Öz fəaliyyətini mühakimə etmir. Yəni, öz mühakimə, qiymətləndirmə, belə deyim, etmir, dəyərləndirmir. Sadəcə şagird nə edir burada? Sadəcə öz fəaliyyətini müşahidə edir, öz fəaliyyətini izləyir və özünü haqqında məlumat toplayır. Deməli, burada nə edir? Məlumat toplamaq. Məlumat toplayır. Öz performansları haqqında, öz fəaliyyətləri haqqında müşahidə edərək, izləyərək nə edir? Məlumat toplayır. Məlumat toplayan zamanda, bax, yadınızda saxlayın, qeydlər də götürür. Bax, qeyd götürmə. Harada siz qeyd götürmə görsəz, məlumat toplamaq, informasiya toplamaq görsəz, yadınızda saxlayın, özünü monitoringə aiddir. Yəni, insan müşahidə etdiyi zaman qeyd götürür da. Etdiyi zaman məlumat, müşahidə, izlədiyi zaman, müşahidə etdiyi zaman məlumat toplayır, qeyd götürür. Məlumat toplayan zaman da qeyd götürür. Bax, qeyd götürmək, bu qabağınıza gəlsə, özünü monitoringə aid bir anlayışdır. Yadınızda saxlayın bunu. İndi özünü monitoringin əsas komponentləri var. Bunun özünün əsas komponentləri var. Özünü monitoringin əsas komponentləri hansılardır? Hər deməli, bacarığın özünə məxsus komponentləri var. Siz hər bacarığın öz komponentlərini əzbərdən yadınızda saxlamalısınız. Deməli, özünü monitoringin əsas komponentləri birincisi müşahidə komponentidir. İkincisi agah olmaq komponentidir. Üçüncüsü də rəydir. Bax, özünü monitoringin əsas komponentləri. Müşahidə, agah olmaq, rəy. İndi gəlin bunları da izah edək. Müşahidə bilirsiniz nədir? Müşahidə nə etdiyinə, necə etdiyinə, hansı nəticələrdə fəal şəkildə belə deyim də, diqqət yetirdiyinə bir növ müşahidə edir özünü. İstər, bax, bu müşahidə istər günlük həyatı zamanı da ola bilər, istərsə də digər fəaliyyətləri zamanında, davranışların necə olduğunu, nələrin baş verdiyini, belə deyim də, əsas diqqət yetirir, izləyir özünü, müşahidə edir. Müşahidə edir, niyə müşahidə edir? Bayaq da dedik, müşahidə edərək məlumat toplayır, izləyərək məlumat toplayır. Özü hansı davranış göstərib, hansı belə deyək, hərəkətləri, hansı fəaliyyətləri və bu fəaliyyətlər zamanı, davranışlar zamanı həm müşahidə edir, izləyir, həm də nə edir? Məlumat toplayır. Bax, müşahidə də budur. Agah olmaq nədir? Agah olmaq tapşırıq və ya öyrənmə zamanı nə baş verdiyi haqqında prosesdən, belə deyim, prosesdən agah olmaqdır da. Yəni, hər hansı bir fəaliyyət zamanı nəyi bilib, nəyi bilmədiyini fərqinə varmaqdır. Yəni, insan hər hansı bir fəaliyyət zamanı özünün nəyi bilib, nəyi bilmədiyinin fərqinə varırsa, deməli, o insan hansı komponentə aid olur? Agah olmaq komponentinə aid olur. Agah olmaq komponentinə nə olur? Agah olur. Malikdir. Bəs rəy nədir? Rəy, deməli, müxtəlif fəaliyyətlər zamanı şagirdin, belə deyim, kənardan aldığı, ala biləcəyi bir rəydir. Kənardan verilən bir, belə deyim də, rəy formasında ala bilər. Rəy də şifahi rəy ola bilər, şifahi və ya yazılı formada ola bilər. Rəy nədir? Bax, bir insan, məsəl üçün, mən özümə aid, belə deyim də, elə fəaliyyət zamanı elə anlar ola bilər ki, hətta mən özümün o, belə deyim də, heç də diqqət etmədiyim məqamlarım ola bilər. Mənim diqqət etmədiyim məqamlarım, məni kənardan müşahidə edən mənim üçün daha ətraflı, daha düzgün rəy verə bilər.
Yəni rəy zamanı hətta mənim diqqətimdən qaçdıqlarımı kənardakı insan mənə deyə bilər. Bax budur rəy. Yəni diqqət yetirmədiyi məqamları ilə bağlı ətraflı məlumat verə bilər digər insan. Bir insan məsəl üçün kənardakı insan onu daha yaxşı belə deyim, izləməklə ona düzgün məlumat belə deyim də, onun özünün belə, həmin insanın özünün belə diqqət yetirmədiyi, gözündən qaçdığı məqamları kənardan baxan insan ona daha yaxşı deyə bilər. Onun diqqət yetirmədiyi məqamlarla bağlı ətraflı məlumat rəy vasitəsilə nəyə verə bilər. Bax, rəy budur. Deməli, bunlar oldu nə? Özünü monitoringin əsas komponentləri. İndi bu özünü monitoringə nümunə desək, bax bu komponentləri yadınızda saxlayırsınız. Situasiyalarda bu komponentlər gözünüzün qabağına gəlsin, bilin ki, özünü monitoringə aid hissədir. Bax, bu buna aiddir. Məsəl üçün, deyir, oxu tapşırığı zamanı özünü monitoring edən şagird dəqiqədə neçə söz oxuduğuna diqqət yetirə, çətin sözləri qeyd edə, bax, qeyd götürmək özünü monitoringdədir. Çətin sözləri qeyd edə və onların başa düşməsi üçün onların üzərində düşünə bilər. Həmçinin də yoldaşından fəaliyyəti ilə bağlı rəy ala bilər. Bax, görürsünüz, burada deməli, qeyd götürmək var, burada digər yoldaşından rəy almaq var, burada özünü müşahidə etmək, diqqət edəcəyi məqamları izləmək var. Bax, bu sözlər hamısı nəyə aid olur? Özünü monitoringə aid olur. Belə nümunələr görən kimi siz metakognitiv bacarıqların özünü monitoringinə aid edirsiniz onu. Özünü monitoring budur. 3 dənə də əsas komponentdən ibarətdir. İndi keçək ikinci bacarığa, metakognitiv bacarıqlardan ikincisinə. İkincisi bayaqda yazdıq, özünü tənzimləmədir. Özünü tənzimləmə. Özünü tənzimləmə. Özünü tənzimləmə nədir? Özünü tənzimləmə insanın məqsədə çatmaq üçün idrakını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlamaq və idarə etməkdir. Yəni, özünü tənzimləmə, özünü nəzarətdə saxlamaqdır. Nəzarətdə saxlamaq. Bunun əsas hissəsi deməli nədir? Özünü nəzarətdə saxlamaq. Yəni, nə zaman məqsədə çatmaq üçün həm idrakını, həm emosional vəziyyətini, həm də davranışını nəzarətdə saxlamaq, bir də özünü idarə etmək. Bir də nədir? İdarə etməsidir. Özünü həm nəzarətdə saxlayır, həmin fəaliyyətlər zamanı, həm də özünü neyinir? İdarə etməsidir, özünü tənzimləmə. Özünü tənzimləmənin də özünü monitoring kimi əsas komponentləri var. Özünü tənzimləmənin əsas komponentləri hansılardır? Onları qeyd edək. Əsas komponentləri birincisi məqsədin müəyyən edilməsidir. Məqsədin müəyyən edilməsidir. Özünü tənzimləmənin birinci komponenti budur. Məqsədin müəyyən edilməsi. Məqsədin müəyyən edilməsi nədir? Yəni, bir insan hər hansı bir işi görən zaman və yaxud da şagird hər zaman özünün qarşısında məqsəd qoymalıdır, məqsədə çatmağa çalışmalıdır. Elə bir məqsədi müəyyən etməlidir ki, ona doğru irəli getsin. Birinci başlanğıcdır. Başlanğıc olaraq nə etməlidir? İnsan qarşısına məqsəd qoymalıdır. Yəni, məqsədi, belə deyək, dəqiq, çətin, əldə edə bilən məqsədləri birinci müəyyənləşdirməlidir. Şagird özləri üçün məqsəd müəyyənləşdirəndə həmin məqsədin ona qarşı necə, belə deyim də, istiqamətlənəcəyi,
öz fəaliyyətini necə tənzimləyəcəyinə onun təsiri olur. Deməli, birinci məqsəd müəyyənləşdirmək lazımdır, sonra ona doğru istiqamətlənmək lazımdır. Yəni, şagird olsun, insan olsun, qarşısına məqsəd olduqda bilir ki, hansı istiqamətə istiqamətlənir və bu zaman onun, belə deyim də, özünü tənzimlənməsinə böyük təsiri olur, düzgün yol seçir. Bax, bunun ilk başlanğıcı olaraq məqsədi müəyyən edilməsidir. İkinci olaraq planlaşdırmadır. Bax, özünü tənzimləmənin ikinci komponenti planlaşdırmadır. Bax, planlaşdırma nədir? Burada məqsədi müəyyən edirmi? Burada nə edəcək? Həmin məqsədə çatmaq üçün plan hazırlayacaq. Planlaşdırmaq, plan hazırlamaq. Hansı istiqamətə? Məqsədə çatmaq üçün. Burada istiqamət müəyyənləşdirir, məqsəd müəyyənləşdirilir. Burada isə həmin məqsədi reallaşdırmaq üçün plan hazırlayır. Yəni, planlı şəkildə, belə deyim də, fəaliyyətin nəticəsinin necə olmasından asılı olmayaraq, həmişə plan hazırlamaq, planlı olmaq faydalıdır. Niyə? Şagird özünü səmərəli idarə etməsini təmin edir. Deməli, planlı olmaq necə olur? Şagird özünün səmərəli idarə etməsini təmin edir. Planlı şəkildə məqsədinə çatmaq olur. Məqsədə çatmaq üçün plan qurmalıdır. Planlı strategiyadan strategiyadan planlı şəkildə hərəkət etməlidir ki, o məqsədə nail ola bilsin, o məqsədi əldə edə bilsin. Şagirdin özünün səmərəli idarə etməsində bu planlı, belə deyim də, planlaşdırma idarə etməsinə böyük təsiri var, idarə etməsini təmin edir. Üçüncü, deməli, emosional tənzimləmədir. Emosional tənzimləmə. Emosional tənzimləmə. Emosional tənzimləmə nədir? Emosional tənzimləmə nəzarətdə saxlamaqdır. Özünü nəzarətdə saxlamaqdır. Yəni, öyrənmə prosesi həmişə rahat və axıcı istiqamətdə olmur. Öyrənmə prosesi zamanı bəzən də müəyyən çətinliklərlə rastlaşa bilər. Əsas odur ki, o çətinliklər zamanı şagird həvəsdən düşməsin, ruhdan düşməsin, emosional tənzimləməni, nəzarətdə saxlamağı bacarsın. Yəni, burada necə olur? Yəni, çətin tapşırıqla qarşılaşdığı zaman, çətin tapşırıqlarla qarşılaşanda şagird daha da əzmli olmağı, emosiyalarını idarə etməyi bacarmalıdır. Bax, emosional tənzimləmə odur. Yəni, daha da iradəli olmalıdır, dözümlü olmalıdır, əzmli olmalıdır ki, tez ruhdan düşməsin. Emosional tənzimləmə, özünü nəzarətdə saxlaya bilir, özünü idarə edə bilir, tez ruhdan düşmür, iradəli olur, əzmli olur, belə deyim də. Nə zaman? Yenə deyirəm, öyrənmə prosesi həmişə rahat olmur, həmişə sadə olmur. Bəzən o öyrənmə zamanı, tapşırıqların işlənməsi zamanı çətin tapşırıqlarla qarşılaşır. Bu zaman daha da əzmli olmağı, emosiyalarını idarə etməyi tələb edir. Bax, emosional tənzimləmə. Bax, bu özü emosiyaların tənzimlənməsi yalnız belə deyək də, öyrənmə ilə əlaqələndirməyək, öyrənmədə də qarşılaşa bilər. Həyatda da bu bacarıqdan istifadə, həyatda da onlara lazımdır. Məsəl üçün, bir problemlə qarşılaşan zaman tez ruhdan düşməsinlər, öz emosiyalarını idarə edə bilsinlər, özlərini nəzarətdə saxlaya bilsinlər, əzmli olsunlar, iradəli, dözümlü olsunlar. Həyatda da bunun istifadə edəcəyi bacarıqlar, bu zaman da lazımdır ona, həmişə lazımdır, belə deyək. Emosional tənzimləmə.
Bax, bu emosional tənzimləmədir. Dördüncüsü, bax, bu hal-hazırda qeyd etdiyimiz özünü tənzimləmənin əsas komponentləridir. Dördüncü, uyğunlaşmadır. Uyğunlaşma. Deməli, uyğunlaşma nədir? Uyğunlaşma, deməli, davranışlarında, fəaliyyətində istifadə etdikləri üsullarda, strategiyalarda dəyişikliklərin edilməsidir. Yəni, dəyişikliklər etdiyi zaman da ona uyğunlaşmadır. Yəni, dəyişikliklər baş verdikdə o dəyişikliyə istiqamətində uyğunlaşmadır. Yəni, burada belə deyək də, istər rəylər, istərsə belə deyim də, alınan rəylər olsun, alınan rəylər vasitəsilə də və yaxud da dəyişən şərtlər əsasında da istifadə edilən strategiyaların uyğunlaşdırılmasıdır. Yəni, alınan rəy zamanı rəyə uyğun, yəni özündə hər hansı bir dəyişiklik edərək ona uyğunlaşması, hər hansı bir strategiya zamanı dəyişikliklərin edilməsi və ona uyğunlaşması. Uyğunlaşma sözü, yəni belə deyim də, edilmiş dəyişikliyə uyğunlaşır. Bax, bu uyğunlaşmadır. Özünü tənzimləmə, məqsədin müəyyən edilməsi, əsas komponentləri planlaşdırma, emosional tənzimləmə, uyğunlaşma. Bunlar özünü tənzimləmənin əsas komponentləridir. İndi bu situasiyalarda siz bu cür ifadələr görsəz, bayaq dediklərimiz müşahidədir, agah olmaqdır, rəy verməkdir, qeyd götürmədir. Bunları görsəz, götürəcəksiniz özünü monitoringi. O bacarığa aiddir. Bunları görsəz, məsələn, məqsədin müəyyən edilməsi, planlaşdırma, emosional tənzimləmə, uyğunlaşma. Bunu götürəcəksiniz özünü tənzimləmə. Metakognitiv bacarıqların özünü tənzimləmə bacarığına aiddir. İndi gəlin, bayaq biz özünü monitoringə misal göstərdiyimiz kimi, indi də göstərək nəyə? Deməli, özünü tənzimləməyə misal. Özünü tənzimləməyə belə bir misal səsləndirim sizə. Özünü tənzimləyə bilən şagird deyir, oxu tapşırığında təkcə özünü monitoring etmir. Yəni, oxu tapşırığında özünü monitoring, təkcə özünü monitoring, yəni özünü müşahidə, izləmək, bunu etmir deyir. Həm də qavramağı təkmilləşdirmək üçün qarşısına məqsəd qoyur. Görürsünüz, məqsəd sözünü eşitdiniz. Qarşısına məqsəd qoyur. Bu məqsədə çatmaq üçün xüsusi oxu strategiyalardan istifadə etməklə plan hazırlayır. Görürsünüz, planlaşdırma, plan hazırlayır. Çətin anlar zamanı məyusluğu tənzimləyir. Çətin an, bayaq biz izah etdik emosional tənzimləməni. Çətin anlar zamanı məyusluğu tənzimləyir. Yəni, əzmli olur, iradəli olur, dözümlü olur, ruhdan tez düşmür. Emosional tənzimliyi qoruyur. Davamlı refleksiya ilə aldığı rəylər əsasında öz yanaşmasını uyğunlaşdırır. Demək, uyğunlaşma kənardan alan rəylər əsasında ona edilən dəyişikliklərdir, ona uyğunlaşmadır. Bax, gördünüzmü? Bu strategiyalar, bu ifadələr, bu əsas komponentlər eşitdiyiniz zamanı situasiyalarda götürəcəksiniz nə? Özünü tənzimləmə. Özünü tənzimləməyə də bir dənə misal səsləndirdik. İndi keçək, deməli, üçüncü metakognitiv bacarıq olan özünü qiymətləndirmə. Keçək özünü qiymətləndirməyə. Deməli, üçüncü metakognitiv bacarıq olan özünü qiymətləndirmədir. Özünü qiymətləndirmə. Bax, özünü qiymətləndirmə nədir? Özünü qiymətləndirmə, özünün fəaliyyəti zamanı, öyrənməsi zamanı özü haqqında mühakimə yürütməkdir. Bax, özü haqqında mühakimə yürütməkdir.
Özü haqqında mühakimə yürütməkdir və ya özünü qiymətləndirməkdir və yaxud da dəyərləndirməkdir. Deməli, öz fəaliyyəti zamanı və ya öyrənməsi haqqında neyinir? Mühakimə yürütməkdir və ya qiymətləndirməkdir və yaxud da dəyərləndirməkdir. Bu olur özünü qiymətləndirmə. Özünü qiymətləndirmənin də əsas komponentləri var. Özünü qiymətləndirmənin əsas komponentləri 2 dənədir. Bunlar hansılardır? Özünü qiymətləndirmənin əsas komponentləri. Birincisi qiymətləndirmə özüdür. Birinci əsas komponenti qiymətləndirmədir. Qiymətləndirmə. Bu nədir? Yəni, şagird işinin və ya öyrənməsinin keyfiyyəti haqqında mühakimə yürütməkdir. Qiymətləndirmə nədir? Şagird öz işinin və yaxud da öyrənməsinin keyfiyyəti haqqında mühakimə yürütməkdir. Bu qiymətləndirmədir. Yəni, belə deyək də, şagird öz işini qiymətləndirir. Şagird öz işinin qiymətləndirməsidir, öz işinin dəyərləndirməsidir. Bu qiymətləndirmədir, öz işinin, öz öyrənməsinin keyfiyyəti haqqında mühakimə yürütməsi. Olur nə? Qiymətləndirmə. İkinci əsas komponent refleksiyadır. Refleksiya, şagird nə öyrəndiyi və necə öyrəndiyi haqqında, nə öyrəndiyi və necə öyrəndiyi haqqında, həm də nələri təkmilləşdirməli olduğu haqqında tənqidi düşünməsidir. Bax, refleksiya nədir? Refleksiya şagirdin nə öyrəndiyi və necə öyrəndiyi haqqında, həmçinin də nələri təkmilləşdirməli olduğu haqqında tənqidi düşünməsidir. Bax, tənqidi düşünməsidir refleksiya. Yəni, belə deyək də, şagird öz, belə deyim, fəaliyyəti, öz öyrənməsi ilə bağlı olaraq onu təhlil edəndə, özünün, belə deyək, üstünlüklərini və çatışmazlıqlarını müəyyən edəndə refleksiya etmiş olur. Yəni, refleksiya etməklə şagird neynir? Özünün öyrənməsini təhlil edir, özünün üstünlüklərini, çatışmazlıqlarını müəyyənləşdirmiş olur. Deməli, özünün, bax, refleksiya etməklə özünün üstünlüklərini, bir də çatışmazlıqlarını müəyyənləşdirmiş olur. Bu da refleksiyadır. İndi gəlin bu özünü qiymətləndirməyə aid də nümunə deyək. Nümunə olaraq, bax, səsləndirirəm, qulaq asın. Deyir, oxu tapşırığından sonra şagird oxuyub anlama ilə bağlı olan məqsədinə nə dərəcədə nail olduğunu düşünür, hansı strategiyaların effektiv olduğunu nəzərə alır və təkmilləşdirməli sahələri müəyyənləşdirərək özünü qiymətləndirir. Bayaq biz dedik ki, refleksiya etməklə təkmilləşdirməli olduğu haqqında tənqidi düşünür. Bax, təkmilləşdirmək, özünün üstünlüklərini və çatışmazlıqlarını müəyyən etmək, özünü qiymətləndirmək, dəyərləndirmək, özünü mühakimə etmək. Bax, bu sözləri eşitdiniz, götürürsünüz nə? Özünü qiymətləndirməni. Bu aid olur özünü qiymətləndirmə, metakognitiv bacarığa aid olur. Bax, bu da müəllimlər metakognitiv bacarıqların formalaşdırmasına aid olan
izah idi. 3 dənə bir də ümumiləşdirək. Deməli, burdaca da öyrənə bilərsiniz. Bax, bir də müəyyənləşdirək. Deməli, metakognitiv bacarıqlar özü nə oldu? İnsanın özünün idrak prosesindən agah olması və dərk etməsi deməkdir. Oldu mu? Yəni özü haqqında məlumata sahib olması demək oldu. Öz idraki prosesindən agah olması demək oldu. Metakognitiv bacarıqlar 3 yerə bölündü. Hansı bacarıqlardır? Özünü monitorinq oldu, özünü tənzimləmə oldu, özünü qiymətləndirmə oldu. Özünü monitorinq özünün davranışının, fəaliyyətinin müşahidə etməsi, izlənməsi oldu. Özünü belə deyək və bunu izləməklə, müşahidə etməklə həm də nə edir? Məlumat toplaması oldu, qeyd götürməsi oldu. Bu özünü monitorinqə aid oldu. Əsas komponentlər hansılar oldu? Əsas komponentlər oldu. Müşahidə, agah olmaq, rəy oldu. Sonra özünü tənzimləmə, özünü nəzarətdə saxlamaq, öz emosiyalarını idarə etmək oldu. Özünü tənzimləməndə deməli əsas komponentlər oldu: məqsədin müəyyən edilməsi, ikinci planlaşdırma, üçüncü emosional tənzimləmə, dördüncü uyğunlaşma. Bunlar haqqında da izahlar verdik. Üçüncü özünü qiymətləndirmə. Bu saat izah verdik. Özünü qiymətləndirmə, yəni öz fəaliyyətini, öz öyrənməsi haqqında mühakimə yürütməkdir özünü qiymətləndirmə. Mühakimə yürütmək və ya özünü qiymətləndirmək, dəyərləndirməkdir. Əsas komponentləri qiymətləndirmə və refleksiya oldu. Qiymətləndirmə öz öyrənməsini mühakimə etmək oldu. Belə deyim, öz işini bir növ qiymətləndirməsi oldu. Refleksiyada şagirdin nə öyrəndiyi və necə öyrəndiyi, həmçinin də nələri təkmilləşdirməli olduğunu haqqında tənqidi düşünməsi oldu. Deməli, refleksiya etməklə öyrənməni təhlil edəndə, belə deyim, həm təhlil edəndə özünün həm üstünlüklərini, həm çatışmazlıqları müəyyənləşdirməsi oldu. Hərəsinə də aid burada biz nələr də dedik, nümunələrdə səsləndirdik. Nümunələr əsasında da yadınızda saxlaya bilərsiniz və hər metakognitiv bacarığının öz nümunəsində, belə deyim, öz komponentləri əzbərdən bilin. Çünki o komponentlər gözünüzün qabağınıza gələn kimi siz hansını görsəz o bacarığı seçməlisiniz. Ona uyğun o bacarığı seçib müəyyənləşdirirsiniz. Bu da metakognitiv bacarıqlar haqqında olan müəllimlər izah idi. Bax, biz deməli bunun izahını sona çatdırdıq. Hər birinizə uğurlar.